Mahnılarınız YouTube-da milyonlarla baxış yığır. Məlum məsələdir ki, bizdə şou biznesdə qalmaqallı, səs-küylü bir mühitdir və siz bu mühitdən kənarda qalmağı, yəni özünüzü təcrid etməyi bacarmısınız. Bəs bu qədər sakit qalıb, bu qədər populyar olmağın sirri nədədir? Nə bilim, nələrsə xoşlarına gəlir ki, qulaq asırlar da. Mən deyəm ki, onun bir sirri var. Əslində burada bir sirr yoxdur. Sadəcə olaraq insanlara xoş gələ bilən musiqilər müəyyən dönəmlər, əslində dönəm-dönəm dəyişə bilir. Bəzən zamanın nəbzinə uyğun, bəzən özümüz də bilməyərəkdən, bilmədən o ərsəyə gəldi. Mən YouTube-da mahnıları yerləşdirməyə başlayanda heç düşünmürdüm ki, fikirləşmirdim ki, bu qədər sonradan çox izləmələr olar. Onu da ehtiyac da görməmişəm ki, qalmaqal və yaxud digər məsələlər. Bəzi insanlar var ki, ola bilər ki, bu şəkildə alındıra bilmirlər, qalmaqala əl atırlar bilərəkdən. Bəzən elə olur, insanlar var, xarakterlər ki, bilmərəkdən də ola bilir elə şeylər ki, kiməsə bir cavab verir, kimsə atmaca. Mənə də qarşı bir o qədər, yəni deyəm ki, belə qərəzli bir şeylər də görəndə də onu normal qarşılayıb, səmimi şəkildə, rahat şəkildə, təmkinli şəkildə qarşılamağa çalışmışam. Ona görə də qalmaqallarla elə çox rastlaşmamışam. Bəs YouTube-da gələn şərhləri oxuyursunuz? Yox, əvvəllər oxuyurdum. İndi ümumiyyətlə şərh oxumağı tamam. Az-az, bəzən olur, qısa bir ilk yazılan rəylərə baxıram biraz. Amma çox elə vaxtım da olmur. Həm də ki, çox qəribə insan psixologiyasında hamımızda elə bir şey var ki, 100 dənə yaxşı bir rəy görüb, içində bir dənə, iki dənə mənfi bir şey görəndə əhval-ruhiyyəmizə təsir edir. Elə insanlar var, onlar zövq alırlar mənfi bir rəy yazmaqdan və yaxud da kimisə əziyyətini və yaxud ümumiyyətlə hər bir küçümsəməkdən elə bir özünü rahatlandırırlar. O baxımdan çox da baxmıram rəylərə. Rəylər içərisində sizi ən çox güldürən və əsəbləşdirən hansı rəy olub? Çoxdan olub, bir dəfə kimsə yazmışdı ki, bu da gəldi, adam oldu. Mən güldüm, mən biraz əsəb də deyəndə, biraz güldüm ki, yəni, nə biləm, bu vaxtda belə şeylər haqqında çox danışmaq olar da. Yəni, o insanların daxil aləmindən yazıqdılar insanlar, valla. Çünki, yəni, elə bir şərhin, bir düşünmək, nə demək istəyir, yəni, həyatda, yəni, özü bəlkə də bütün diqqətini, zövqünü elə bir şeyin alan insanlar, dopamin ora xərcləyən insanlardan nə gözləyirsən?